Bərabərsizliyin 3-cü bölməsi. D. 14. A parametrin hansı qiymətində x kvadratı plus 5ax plus 4 böyüdür 0 bərabərsizliyi x-in bütün həqiqi qiymətlərində doğrudur. X daxildir mənfi sonsuzluqdan müsbət sonsuzluğa. X-in bütün həqiqi qiymətlərində der ki, bu bərabərsizlik doğrudur. Bu bir kvadratik bir funksiyadır. Belə bir hal olması üçün bu funksiyanın qrafiki görürsünüz ki, kvadratın yanındakı əmsal müsbətdir, qollar yəni yuxarıdır və x daxildir mənfi sonsuzluq, müsbət sonsuzluqda bunun müsbət olması üçün qrafik təxminən bu şəkildə olmalıdır. Yəni x-in istənilən qiymətində bu nədir? Müsbətdir. İstənilən nöqtənin y-ki nədir? Görürsünüz ki, müsbətdir. Belə bir hal olması üçün yəni x oxuna toxunmur belə. Nə deyirik? Diskriminant sıfırdan nə olmalıdır? Kiçik olmalıdır. D kiçikdir, sıfır olmalıdır. Diskriminantın üstürü nə idi? B kvadrat kiçikdir, sıfır. B-nin yerində 5A-dır. 5A-nın kvadratı 1. Bursun C-dəki necə? 4 kiçikdir, sıfırdan. 25A kvadratı. 25A kvadratı nədir? 16. Onda elə belə yazıram. 5A çıxı 4, 5A üstə gəlməsin 4 kiçikdir, sıfırdan. Ədəd oxu üzərində sıfırlarını qeyd edəsək, sıfırlar nədir? Mənfi 5-lə 4-dən, bir də müsbət 5-lə 4. Mənfi 5-lə 4, bir də ki, müsbət 5-lə 4. 5-lə 4-dən sağ tərəfdə qiymət versədir, müsbət olur, bura mənfi 5-lə 4 müsbət. Bizə mənfi aralıq lazımdır. Deməli, A daxildir hansı aralığa? Mənfi 5-lə 4-dən, müsbət 5-lə 4-də 2-lə. Sonra 20. X kvadratının olsun, x kvadrat 9 kəsr xətti bölünsün x plus 1 böyüdür 0 kiçikdir 0. Kiçikdir 0. Yenə də sıfırlarını ədəd oxu üzərində qeyd edək. 0, mənfi 3, müsbət 3, bu x çıx 3, x plus 3-dür. Elə deyilmi? Gəl onu elə yazaq. X çıx 3, x üstə gəl 3. Mənfi 3 müsbət 1-dəki mənfi 1. Deməli, mənfi 1 olar, mənfi 3 də burada. Mənfi 3 ola bilməz, çünki burada kiçik bərabərdir deyil, kiçikdir 0 yazılır. Mənfi 3 də götürə bilmərik, mənfi 3. Sonra mənfi 1 ola bilməz, məxrəcdə olur ona görə, düzdürmü? 0 və 3 0 da ola bilməz, 0-dan 0-a çevirir, burada kiçik bərabərdir deyil. Bir də ki, 3 də ola bilməz. 3-dən sağ tərəfə qiymət verirsiniz, bura olsa müsbətdir, müsbət, düzdürmü? Bura nə olur? Mənfi olur və mənfi, məsəl üçün, mənfi 0,5 götürsəz, bura müsbətdir, bura nədir? Mənfidir, düzdürmü? Sonra mənfi 2 qiyməti qoysanız bura mənfi, bura da mənfi müsbət olur, bura nə olur? Müsbət olur. Mənfi olmadı. Mənfi 2 qoyanda bura mənfi, bura da mənfi müsbət elədir, bura da müsbət. Mənfi 3-dən sol tərəfə qiymət götürsünüz. Məsələn, mənfi 4 götürsünüz. Bura mənfi, bura da mənfi müsbət olur, yekində nə olacaq? Mənfi. Bizə mənfi aralıq lazımdır. Mənfi aralıq bura, bir də ki, bura. Deməli, x daxil olacaqdır. Mənfi sonsuzluqdan mənfi 3 kimi birləşir. Mənfi 1-dən 0-2. Sonra. Bir dəqiqə, burada mənfi var. Elə deyil ki, burada mənfi var. Birləşir və birləşir 0-dan hara? 3-2. Sonra. 24. Mötərizədə x kvadratı üstə gəlməsin 7, təzə mötərizə 5 çıxılsın x, mötərizə bağlanır yeni mötərizə, x üstə gəlməsin 3-də 1, 3-də 1? Bəli. Mötərizə bağlanır, kiçikdir 0 bərabərsizliyini həll edir. Yenə də sıfırlarını ədəd oxu üzərində qeyd edək. X kvadrat plus 7, onsuz da nədir? Müsbətdir, x-in sərdən həqiqi qiymətində. O zaman sıfırları qaldırırlar. 5-dən də mənfi 3-dədir. Heç birisi olmaz. Niyə olmaz? Çünki orada ciddi bərabərsizlikdir. Kiçikdir yazılır. Kiçik bərabərdir yazmıyor ki. Düzdürmü? 6 qiyməti qoysanız bura mənfi olur. 4 qiyməti qoysanız bu aralıqda müsbət olur. Mənfi qiymət qoysanız bura müsbət, bura nədir? Mənfi, burada nə olacaq? Mənfi olacaq. Bizə mənfi aralıq lazımdır. Bura bir də ki 5-dən sağ tərəfə. Deməli, x daxil oldu.
hansı aralığa? Mənfi sonsuzluqdan mənfi 3-dən birləşir 5-dən müsbət sonsuzluğa. Sonra 28. 28. X kvadrat çıxılsın 3x çıxılsın 2 mötəzə kvadratı. Böyük bərabərdir. X kvadrat plus 5x plus 2 mötəzə kvadrat. Bərabərsizliğini həll edin. Və bunu bu tərəfə keçirsək, olacaq çıx. Buradan da nə olacaq? Böyük bərabərdir 0 olacaq. A kvadratı çıxıb B kvadratı. Bir dəfə çıxacaq, bir dəfə toplayacaq. O zaman bundan bunu çıxanda nə olur? X kvadrat çıx 3x çıx 2 çıxıram. Çıx x kvadratı çıx 5x çıx 2. Düzdür. Bir də nə edəcək? Toplayacaq. X kvadrat çıx 3x çıx 2 üstünə gəl. X kvadrat üstə gəl 5x üstə gələcək 2 böyükdür, bərabərdir 0. Bu x kvadratlar islah olunur. Mənfi necə x edir? 8x, mənfi 8x çıxılsın nədir? 4. Buradan da toplayanda nə edir? 2x kvadrat olur, elə deyilmi? Sonra 2'lər də getdi. Bunlar da toplayanda nə qədər edir? 2x edir. Böyükdür, bərabərdir 0. Buradan x'i də çıxarda bilərik ortaq vurup. Buradan eyni zamanda nəyi çıxarda bilərik? Mənfi 4'ü çıxarda bilərik. Mənfi 4 vurulsun. Buradan 2'ni də çıxardıram. Buradan bax x'i də çıxardırıq ortaq vurup. Mənfi 4'ü çıxardığında mötərizə xaricində burada nə qalır? 2x plus 1 qalır. Düzdürmü? 2'ni və x'i çıxartmışıqsa burada mötərizə xaricində nə qalır? X plus nə qalır? 1. Düzdürmü? Böyükdür, bərabərdir 0-dan. Tərəf-tərəfdən mənfi 8'ə bölsək, o zaman olacaq x vurulsun, 2x plus 1 vur, x plus 1 mənfiyə də vuranda da böləndə də bərabərsizlikdə işarəsinin əksinə dəyişməliyik. Kiçik bərabərdir 0 yazacaq. Ədəd 9 üzərində sıfırlarını qeyd edək. 0, mənfi 2'də 1, buradakı mənfi 1 bunun sıfırlarıdır. Ədəd 9 üzərində sıfırları qeyd edirik. Mənfi 2'də 1, mənfi 1, 0. Mənfi 1 birinci və mənfi 1 də daxildir. Ona görə mənfi 1 də daxildir. Buna görə mənfi 1 də qaraldırıq. Mənfi 2'də 1 mənfi 2'də 1 də daxildir. Bir də ki 0. 0'dan sağ tərəfə qiymət versəz müsbətdir. Düzdür. Mənfi 2'də 1 ilə 0'ın arasında qiymət versəniz nə olacaqdır? Mənfi olacaqdır. Bax, yerinə qoy. Bura mənfi. Bura məsəl üçün mənfi 2'də 1'dən deyirəm ki 0'ın arasında qiymət qoyur. Məsəl üçün mənfi 8'də 1 gətirib qoyanda bura nə olur? Müsbət olur da, düzdürmü? Bura mənfi idi, burada müsbət oldu, yekunda cavab nə oldu? Mənfi oldu. Sonra mənfi 1 ilə mənfi 2'də 1 arasında qiymət. Məsəl üçün mənfi 0.6 qoyanda. Bura mənfi 0.6 qoyanda bura nə olur? Müsbətdir, amma bura nə olur? Mənfi 0.6 qoyanda mənfi olur. Mənfi ilə mənfi buranda nə olur? Yekunda müsbət olur. Mənfi 1'dən sol tərəfdə qiymət versəz, nə olacaqdır? Mənfi olacaqdır. Yəni, bu işarə gözləndirdim. Kiçik bərabərdir 0, hansı aralıqdır? Bura, bir də ki, bu x. Deməli, x daxil oldu. X daxildir. Mənfi sonsuzluqda mənfi 1'ə, mənfi sonsuzluqda mənfi 1'ə, mənfi 1 də daxildir. Birləşir. Mənfi 2'də 1'dən, mənfi 2'də 1'dən 0'a kimi, 0'da daxildir. Nəyi soruşurdu burada? Həll edeyim. Həll edeyim. Sonra 34. Mötəzələr mənfi sonsuzluğa, müsbət sonsuzluğa aralığında təyin olunmuş bir bərabər f mötəzəli x. Funksiyanın qrafiklərə əsasən Şəkilləri. Bəli. Elə bir funksiya verilir.
Deyir ki, fx kiçikdir 0 bərabərsinin həllini müəyyən edir. Belə biz bunu şəkil üzərində göstərəcək. Fx deyir ki, kiçikdir 0 bərabərsinin həllini göstərir. X-in hansı qiymətlərində funksiyanın qiymətləri mənfidir? Mənfi 5. Nə vaxt funksiya harda mənfidir? Mənfi hissəsini qırmızına göstərirəm. Mənfi olan hissəsi. Mənfi olan hissəsi. Bu hissə mənfidir, düzdür? Bir də ki, 3-dən sağ tərəfdəki, x-in 3-dən sağ tərəfdəki qiymətlərdə funksiyanın qrafikindən görürsünüz ki, buradakı bu qırmızı ilə göstərdiyim istənilən nöqtənin y-i nədir? Mənfidir. İstənilən nöqtənin y-i görürsünüz də mənfidir. Və yaxud da buradan götürərək istənilən nöqtənin y-i nədir? Mənfidir. İstənilən nöqtənin y-i mənfidir. Deməli, bu hansı, x-in hansı aralığında? Mənfi 5-dən mənfi 1-ə kimi, bir də ki, 3-dən sağ tərəfdəki qiymətlərdə. Əgər burada kiçik bərabərdir 0 desəydik, mənfi 5 və mənfi 1 də götürərdim, 3-ü də götürərdim. Amma burada kiçik bərabər 0 demədiyinə görə, o zaman yazacağım ki, x daxildir mənfi 5-dən, mənfi 5 amma daxil deyil, mənfi 5-dən mənfi 1-ə kimi x-in bu intervalında birləşir. Bir də harada? 3-dən sağ tərəfdə, 3 daxil deyil amma, 3-dən sağ tərəfdə, 3-dən müsbət sonsuzluğa kimi bu intervalda, yəni x-in bu intervalında funksiyanın qiyməti nədir? 0-dan kiçikdir. Bu intervalda fx nədir? 0-dan kiçikdir. O qara ilə qalan hissə müsbətdə görürsə, bax, buradakı istənilən nöqtənin y nədir? Müsbətdir. Əgər müsbəti soruşsaydı, o zaman nə yazacaqdıq? X daxildir mənfi sonsuzluqdan mənfi 5-ə kimi müsbətdir. Bir də ki, hara? 1-dən hara kimi 3-ə kimi müsbətdir. Bizə mənfi aralığı soruşur, mənfi də ki, intervala düşür. Yenə deyirəm, əgər burada məsələn kiçik bərabərdir 0 olsaydı, o zaman bu mənfi 5-i mən nə edəcəkdim? Kvadrat mötərizədə götürərdim. Bu mənfi 1-i kvadrat mötərizədə götürərdim. Bu 3-ü kvadrat mötərizədə. Yəni, x bərabər, mənfi 5, mənfi 1, mənfi 3, bunlar idi sıfırlardır da. Amma burada kiçik bərabərdir, yoxdur. Burada kiçikdir 0 yazırlar. Ona görə mən bunu kvadrat mötərizədə yox, deyəməliyəm, yumru mötərizədə, açıq mötərizədə bax belə göstərməliyəm ki, bu koordinatlar daxil deyil. Başa düşdünüz? Sonra 36. şəkil yenə. Xeyr. Yoxam. Modulda x kvadratı çıxılsın x. Modulda X kvadratı çıxılsın x çıxılsın 12 bərabərdir. 12 çıxılsın x kvadratı plus x 12 çıxılsın x kvadratı. plus x. Təmin ən kiçik kökünü tapın. Ha. Bunu birazdan sadələşdirsək belə yaza bilərik ki, mənfi bir çıxarsan mötərizə xaricinə, burada nə olur? X kvadratı. X kvadratı çıx, x çıx nə olur? 12. Düzdürmü? Hə? İndi bəli. X kvadratı plus x olur. Nə plus x olmalı? Burada üstə gəl demədik sana, hə? Burada üstə gəl, mötərizənin aşağıda yaratılır. Eyni şəkildə görmüşsün. Elə bir şey almalıdır da. Hə. Bax, deyirəm ki, modulda A bərabərdir mənfi A. A-nın hansı qiymətlərində bu bərabərlik doğrudur? Müsbət olmayan qiymət. Modulda mənfi. Belə deyil, modulda mənfi olmasa ayrı məsələdir. Yəni ki, A-nın müsbət olmayan, məsələn, A-ya 5 versən ödənəcək. 5-i modulu 5 edir, amma burada mənfi 5 qalacaq. A-ya 1 versən, burada 1 olacaq, amma burada mənfi 1 qalacaq. Deməli, müsbət olmayan qiymətlərdə bu doğrudur. 0-a mənfi müsbət yoxdur. A-ya 0 versən, 0, mənfi 1-i 0 vursan, 0 olacaq. Deməli, 0 döyülür. Amma 0-dan kiçik bütün qiymətlər döyülür. Məsələn, mənfi 1 ver görür da, mənfi 1 bura verəndə, mənfi 1-in modulu nə edir? Müsbət 1. Mənfi 1-i bura verəndə, mənfi 1 edəcək müsbət. Deməli, A-nın 0-dan kiçik, A kiçik bərabərdir, nə olmalıdır? 0 olmalıdır. Bu şərtin ödənməsi üçün. Düzdürmü? A-nın yerində bu ifadədir də, o zaman yazacaq ki, x kvadratı çıx, x çıx 12, kiçikdir, bərabərdir, nə olmalıdır? 0 olmalıdır. Bunda vurğulara ayırsaq, hasili mənfi 12, hasili mənfi 12, cəmidəki nədir? Müsbət 1-dir. Düzdürmü? O zaman olacaqdır nə? X çıx 4, x plus 3. Düzdür? Kiçik bərabərdir 0. Hasili mənfi 12, yəni ki, cəmidəki müsbət. Hə, sıfırları nədə 9 üzərində qeyd eləsək, nə olacaqdır? Mənfi 3, mənfi 3-də daxildir, 4-də daxildir. 4-dən sağ tərəf 5 versək müsbətdir, bura mənfi olur, burada müsbət. Bizə hansı aralıq lazımdır? Mənfi aralıq. Deməli, bu
hissə bizə lazımdır. Deməli, x daxil oldu. Mənfi 3 də daxil olmaqla 4 də daxil olmaqla bu parçada. Sonra 38. 38 şəkildir. Xeyr. Hə. M parametrinin hansı qiymətlərində x Nəyi? m Aha. x kvadratı çıxılsın, mötərizə m çıxılsın 1, x plus n Plus çıxılsın, x sonra deyil. Plus x plus n çıxılsın 2 bərabər 0. Tənliyini x1 və x2 kökləri, x1-in kvadratı plus x2-in kvadratı, x1'in kvadratı üstə gəl x2'nin kvadratı üstəgəlsi 2, üstə gəl 2 kiçikdir 7 vurulsun m plus 1. 7 vurulsun m üstə gələcək. Bir şərtini ödəyir. Şərtini ödəyir. Qeyd teoreminə görə x1 üstə gəl x2 nəyə bərabərdir? Əks şərtdə ikinci əmsal bölünsün birinci əmsal. Yəni ki, elə nə olacaq? M çıxılsın 1 olacaq. x1 vurulsun x2 nəyə bərabərdir? Üçüncü əmsal bölünsün birinci əmsal və M çıxılsın 2 olacaq. İndi burada müxtəsər məhsuldan biz bilirik ki, A kvadrat üstə gəl B kvadrat nəyə bərabərdir? A plus B-nin kvadratı çıx 2AB. O zaman bunun yerində yazacağım ki, x1 üstə gəl x2'nin kvadratı çıx 2x1 x2 üstə gəl 2 kiçikdir 7 vurulsun m üstə gəlsin 1. Hə. Hər şey verilir də bizə. Yerində yazsaq nə olacaq? M çıx birinsin, m çıxılsın 1'in kvadratı, m çıx 1'in mötərizə kvadratı, çıx 2x1 x2. 2 vurulsun, m çıxılsın 2. Düzdürmü? Üstə gəl 2, kiçikdir 7m, üstə gəlmədən 7'dən. Düzdürmü? Hə? Mötərizələri açırıq. M kvadratı, çıx 2m, sonra üstə gəl 1, çıx 2m, sonra nə olar? Üstə gəlinsin 4, düzdür. Hə. O 2'ni də başı keçirdik o tarafa. 7m, üstə gəlinsin nədir? Üstə gəlinsin, neyse kesinlikle olmuşaq. Hərəkət. O tarafı keçirdik. Hə. Biraz da sadalaşdırsaq, nə olacaq? M kvadratı, çıx neçə 4m, bu 7m də bu tarafa keçirsək, çıx 11m, düzdürmü? Hə? 1 üstə gəl 4 neçədir? 5, o tarafa keçirəndə 0 olur, kiçikdir 0-dan. Düzdür? M-i də mötərizə xaricinə çıxarsaq, M çıx 11, kiçikdir nədən? 0-dan. Ədəd 9 üzərində sıfırları qeyd eləsək, o zaman sıfırlar nədir? 0-dan 11. 0 da daxil deyil, 11 də daxil deyil. 11-dən sağ tərəfə qiymət verirsiniz, müsbətdir, bura mənfidir, burada nə deyil? Müsbət. Bizə hansı arama lazımdır? Mənfi arama. 0-dan olacaq. M daxildir, hara? 0-dan 0 daxil deyil, 11'ə 2. Neçə? 42. Şəkildir. Xeyr. Oxu verir. A parametrinin hansı qiymətində ax kvadratı çıxsın 3ax. AX kvadratı çıx 3ax üstə gəlsin 9. Hə. Üçəncisi ixtiyari x üçün müsbət qiymətlər alır. Müsbət qiymətlər alır. Yəni x daxildir, mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Biraz bundan əvvəldə nail bölümdə yazdıq. Kvadratik funksiyaya dedik ki, parabolun qolları yuxarıdır və belə bir hal olması üçün nə olmalıdır dedik? Diskriminant nə olmalıdır? 0-dan kiçik olmalıdır. Diskriminant 0-dan kiçik olmalıdır. Diskriminant kiçikdir nədən? 0-dan. Hə. İndi deyirəm. Misal düz edəcəm mənə. Nə baxmalıyım? ax kvadratı. Böyle şu var. Ax kvadratı. Onda məsələ işte. AX kvadratı. AX kvadratı çıxsın 3AX üstə gəlsin 9 ötür 0. Bunun üçün nə olmalıdır? Diskriminant dedik ki, 0-dan kiçik olmalıdır. Parabolanın qolları yuxarıdır, düzdür. Və x oxuna toxunmur belə. Belə bir halın olması üçün diskriminant nə olur? 0-dan kiçik olur. Yəni B kvadratı çıxsın 4AC kiçikdir 0-dan. B-nin yerində mənfi 3A kvadratı 4 vurursun. A-nın yerində elə A yazırlar. C-nin yerinə nə yazırlar? 9 kiçikdir 0 olmalıdır.
9a kvadratı çox 36a kiçikdir nədən? 0-dan. 9-a da bölsək a kvadratı çıxılsın. Nə oldu? 4a nədir? Kiçikdir 0-dan. Düzdürmü? O zaman a-nın metrəcə xaricinə çıxarsa a çıxıb 4 kiçikdir 0-dan. Ədəd 9 üzərində sıfırları qeyd edəsək 0, bir dəki nədir? 4. Bura müsbətdir, bura mənfi, burada müsbət. Mənfi aralıq lazımdır. Demək, a hansı aralığa daxildir? A daxildir 0-dan 4-ə 2. Sonra neçə? 44. Oxu. K parametrinin hansı qiymətlərində x kvadratı çıxılsın 2kx üstə gəlsin k kvadratı çıxılsın 1 bərabərdir 0 tənliyin hər iki kökü -1, 3 aralığında yerləşir. Hər iki köküdür ki, mənfi 1, 3 aralığında. Yəni, kəndi kökləri x1, x2-dirsə, -1 kiçikdir x1-dən, o da kiçikdir nədən? 3 dedin? 3-dən. Eyni zamanda -1 kiçikdir x2-dən, o da kiçikdir nədən? 3-dən. Hər iki köküdür ki, bu aralıqda yerləşir. O zaman biz V terimi tətbiq eləsək, bilirik ki, x1 üstəgəl x2 bərabərdir. Əks işarəli ikinci əmsal bölü birinci əmsal, yəni ki, 2k. 2k olur. x1 vurulsun x2-dən, üçüncü əmsal bölü birinci əmsal, elə nə olur? K kvadratı çıx 1 olur. Düzdürmü? İndi biz fikirləşib tala bilərik ki, x1 nədir? x1 bərabərdir k çıx 1, x2 də bərabərdir k plus 1 olsa, cəmi 2k edir, vuranda da k kvadratı çıxsın 1 olur da. Bizə də şərtlə verilib ki, hər iki kök -1, 3 intervalındadır. Yəni, -1 kiçikdir x1, yəni k çıxılsın 1, o da kiçikdir nədən? 3-dən. -1 kiçikdir x2, yəni ki, k plus 1, o da kiçikdir nədən? 3-dən. Bu iki bərabərsin kəsişməsinə baxacaq. Burada k-nı tapmaq üçün, k üçün interval tapmaq üçün, deməli, birinci bərabərsə tərəf-tərəfə müsbət 1 əlavə eləməliyik ki, bu -1 yox olsun. Müsbət 1 əlavə eləsək, burada nə olur? 0, kiçikdir k, o da kiçikdir nə olur? 4, tərəf-tərəfdən nə əlavə elədim? Müsbət 1. Burada k üçün interval tapmaq üçün tərəf-tərəfdən nə eləməliyim? -1 çıxmalıyam da, elə deyil mi? -1 çıxsa nə olacaq? -2 kiçikdir k, -1 çıxmalıyam, 1 çıxmalıyam. 1 çıxmalıyam. -1-dən 1 çıxdı, nə oldu? -2 kiçikdir k, bu da kiçikdir, 3-dən 1 çıxanda neçə edir? 2. Bunların kəsişməsi. 0-dan 4-ə, bir də ki, -2-dən 2-yə. O zaman onların kəsişməsi nə olacaqdır? 0-dan hara kimi olacaqdır? 2-yə kimi. 0 kiçikdir k, o da kiçikdir nə olacaqdır? 2 olacaqdır. Və yaxud da k daxildir, belə yaza bilərsiniz. 0-dan 2-yə kimi. Bilmirəm, orada cavabı necə verilir. İntervalına verilir, nətər verilir? 4. İnterval mı? Hə, 0-2. Sonra 48. 46 sol deyildi. 48 idi. -6, -2-dən keçir. Qalxın. Mən sonsuzluqda müsbət sonsuzluğa aralığında təyin olunmuş y bərabərdir f. X funksiya, kvadrat funksiyasının qrafik əsası. Necə? Bak yoxdur biraz. Yemək yeməsən. -6-dan hara kimidir? -2 idi bu. Bəli. Bu birisi -2-dir deyirəm, x2. X çıx 2 yol üstü x çıx 4. Deyirəm, bu nədir? -6-dır. Bəli. Bu nədir? Məlik. Adam bir şey onu soruşdur da sana. Hə, X çıx 2, hə. bura olsun x çıx 4. Deməli, x çıx 2, vur, x çıx 4, sonra Bura olsun f. x Böyük bərabər 0. böyük bərabərdir 0. Bərabər 0 deyil. Bərabərsin deyir. Deməli, uşaqlar, siz bu fx funksiyası görürsünüz ki, kvadratik bir funksiyadır. Yəni, necə? Fx bərabərdir ax kvadratı üstəgəl bx üstəgəl c şəklində olan bir funksiyadır. Və yaxud da onun sıfırlarını biz bilirik. x1 və x2 görürsünüz neçədir? Bu fx funksiyası üçün. x1 bərabərdir -6-dır. x2 də nədir? -2-dir. O zaman biz kvadratik funksiyanın 3 cür yazılış formasını bilirdik. Bir yazılışda belə idi. Fx bərabərdir a vur x çıx x1 x çıx x2 şəklində. Düzdürmü? Amma burada mən a-nın qiymətini bilməsəm də a-nın işarəsini bilirəm. Necə bilirəm? Parabolanın qolları aşağıdır.
O zaman olacaq, burada yazıram A vurulsun x plus 6, bir də ki x üstə gəl nə olacaqdır? 2 şəklində. Və qollar aşağı olduğuna görə A nədir? Sıfırdan kiçikdir. Gətirib burada yerinə yazsaq, o zaman A vurulsun olacaq. X çıx 2, x çıx 4, hə? Vurulsun x plus 6, vur x plus 2. Şərtə görə nədir? Böyükdür, bərabərdir sıfırdan. A sıfırdan kiçikdir. Hardan bilirəm? Parabolanın qolları nədir? Aşağı. Parabolanın qolları yuxarı olanda A sıfırdan böyük olur. Parabolanın qolları aşağı olanda A sıfırdan kiçik olur. A sıfırdan A mənfi bir ədədir. İndi tərəfdən nə bir A'ya bölürəm, amma bunu yadımda saxlayıram ki, mənfi bir ədədə bölürəm. Mənfi ədədə vuranda da, böləndə də işarə əksinə dəyişəcəkdir. O zaman burada yazacaq ki, x çıx 2, ədədir də bir ədəd. X çıx 4, x üstə gəl 6, x üstə gəl 2 və burada böyük bərabər 0 yaza bilmərəm. Çünki A'ya bölmüşəm. A necə bir ədəddir? Mənfi ədəd. Mənfi ədədə böldüyümə görə burada nə yazmalıyım? Kiçik bərabərdir 0 yazmalıyım. Sonra ədəd oxu üzərində sıfırlarını qeyd edirəm. Sıfırlar nədir? Mənfi 6, sonra mənfi 2, sonra 2, 4. dirək nədir? 4. Bu intervallarda qiymət versək, 5 verəndə müsbətdir, 3 verəndə mənfidir, elə deyilmi? Mənfi 2, mənfi 2. Mənfi 2 kərə 0 versək, nə olur? Müsbət olur. Bu arada qiymət versək, mənfi olur. Düzdür, burada nə olur? Müsbət olur. Mənfi 3 qoyduqda, burada mənfi, burada mənfi müsbət olur. Müsbət bura mənfi olur, 2 də mənfi olur. Mənfi 6-nın sol tərəfdə qiymət, mənfi 7 verəndə. Burada mənfi, burada mənfi. Mənfi burada müsbət olur. Buralarda da qoyanda mənfi olur, mənfi burada müsbət olur. Bizə nə lazım idi? Kiçik bərabər 0. O zaman oldu hansı intervalda? Burada, bir də ki, burada. Deməli, x daxil oldu. X daxil oldu. Mənfi 6, mənfi 2 parçası. Mənfi 6, mənfi 2 parçası birləşir. Bir də ki, 2, 4 parçası. 2, 4 parçası. Yazın. Neçə? 52. A kvadrat 52. Xeyr. 49 da yazar. Sonra 52 yazar. Y bərabərdir f mötərizədə x və y bərabərdir cx kvadrat funksiyaların grafiklərinə əsasən fx vurulsun cx böyük bərabərdir 0 bərabər 0 Fx vurulsun Gx böyük bərabər 0. bərabərsizliyin tam həllərinin cəmini tapın. Tam əllərin cəmini soruşur. Fx, Yəni burada 2-dir. burada da 2. Fx bu A vurulsun A1 deyək buna. A1 vurulsun sıfırlarına verilsin. Mənfi 3 nədir? 2. X plus 3 vurulsun nədir? X çıx 2 şəklində olan bir kvadratik bir funksiyadır. Sıfırları mənfi 3 ilə 2 olduğuna görə.
Gx isə bərabərdir A2 deyək buna. A2 vurulsun. Sıfırlar nədir? -6 ilə 2. X plus 6 vurulsun. X çıxılsın 2 şəklində olan bir başqa bir kvadratik funksiya. Bunların fasilini yazırlar böyük bərabər. Bunları bir-birinə vursaq A1 vurulsun. A2 vurulsun burada X plus 6, X plus 3. Hə, düzdürmü? Bir dəki nədir? X çıxılsın 2-nin kvadratı olacaqdır. Bunları bir-birinə vurulmaq. Elə deyilmi? Böyükdür, bərabərdir. Nədən? 0-dan. Yaxşı. Nəyi soruşurdular? Bunlar varsın tam oynatacaq. Tamam. A1 bilirəm ki, parabolun qolları nədir? 0-dan böyükdür. A1 0-dan böyükdür. A2 nədir? 0-dan kiçikdir. Parabolun qolları aşağıdır. Deməli, bu A1 vurulsun A2 hasili. A1 vurulsun A2 hasili bir ədəddir və 0-dan kiçik bir ədəddir. Düzdürmü? Mənfi bir ədəddir. Tərəf-tərəfdən bu ədədə də bölsək, o zaman olacaq X plus 6 vur X plus 3 vur X çıxılsın 2-nin mütərizə kvadratı. Mənfi bir ədədə bölürəm, bəli, kiçik bərabərdir 0 olacaqdır. Ədəd 9 üzərində sıfırlarını qeyd eləsək, -6, -3, -6, -3, bir də ki, müsbət 2. Onsuz da bu x çıxı 2-nin kvadratı müsbət bir ədəddir, kvadrat olduğuna görə burada. Aydın oldu. Hə. Bu tərəfdən qiymət versək, məsəl üçün, bronsa müsbət yoxlamıram, müsbət olur, düzdürmü? -3 ilə 2-nin arasında məsələn qiymət versək, 1 versək, bura yenə müsbət, yenə də müsbət olur, aydın oldu. -6, -3 arasında -4 götürsək, bura yenə də müsbəti yoxlamıram, müsbət bura nədir? Mənfidir. -6-dan sol tərəfə -7 götürsək, burada mənfi, burada mənfi, mənfi burada nə olur? Müsbət olur. Bizə hansı aralıq lazımdır? Mənfi. Deməli, buradır. Mənfi və onu sıfıra çevirən qiymət. -6, -3-də götürəcəm və burada x bərabərdir 2 olduqda hər ikisinin qiyməti nədir? Sıfıra bərabərdir. Onun sıfırları da hər ikisinin sıfırıdır. Deməli, x daxil oldu. -6, -6, -3 parçası birləşir 2-nin təkcə özü. Niyə? X bərabərdir 2 qiymətlə hər ikisi qiyməti 0-dır. Burada da bərabərdir 0. Kiçik bərabərdir 0. Ona görə x bərabərdir 2-ni də götürməliyəm. Bu tam həllərin cəmini soruşur. O zaman olacaq -6 üstəgəl -5, yəni olacaq çıx 5 olacaq, çıx 4 olacaq, çıx 3 olacaq. Üstünə də gəl 1, 2. Necə edəcək? Neçə edir? -11, -15, -16. Bunu belə yazmadan da biz qrafikində görə bilərdik də. Aydın oldu. Əslində hər yolu yazıq. Qrafikində əsasən intervallarını götürüb yaza bilərik. Hansı aralıqda mənfidir. Nəysə, sonra 52. 52 baxma. Şəkil deyil, oxu. A kvadratı böyükdür A şərtini ödəyən. 52. A kvadrat böyükdürsə kiçikdir. Yəni kiçikdir A. A şərtini ödəyən. A-lar üçün 7 çıxılsın 5 ifadəsinin tam qiymətlərin cəmi tapılır. Tam qiymətlərin cəmi. A-nı sol tərəfə keçirsək nə olur? A kvadratı çıxılsın A, kiçikdir nə olacaqdır? 0. A-nı orta vuruq kimi mütərizə xaricində çıxarsaq, A vurulsun, A çıxılsın 1, kiçikdir 0 olur. Ədəd 9 üzərində sıfırları qeyd eləsək, 0-dan nədir? 1-dir. Bura müsbət, bura mənfi, burada nədir? Müsbətdir. Deməli, A hansı aralığa daxil oldu? 0, 1. Yəni 0 kiçikdir A-dan, o da kiçikdir nədən? 1-dən. Burada 7 çıx 5 aldı da, elə deyilmi? Bunun tərəf-tərəfdən mənfi 5-ə vursa, o ifadəni yaratma deyəm axı burada. Mənfi 5-ə vuranda 0-ı nəyə vursan, belə 0 olacaq. Mənfiyə də vurduğuma görə böyükdür. Burada da mənfi 5A, bu da böyükdür nədən? Mənfi 5-dən. Elə deyilmi? Bəlkə də biz bunu belə yaza bilərik də, mənfi 5 kiçikdir. Mənfi 5A-dan, o da kiçikdir nədən? 0-dan. Düzdürmü? Sonra üzərinə 7 gəlməlidir ki, tərəf-tərəfdən. Üzərinə o ifadəni almaq üçün. Üzərinə 7, müsbət 7 tərəf-tərəfdən elə bir müsbət 7. Üzərinə gəlirik. Olacaq burada nə? 2, kiçikdir 7 çıxılsın 5A, bu da kiçikdir nədən? 7-dən. Bir ki, o ifadəsinin nəyi tapın? Tam qiymətlər cəmi. 2-7 intervalında tam qiymətlər hansılardır? 3-dür, 4, sonra 5, sonra da 6. Bunların cəmini tam. 3 də olur 7, bu da 5, 12, 18.
Oxu görüm 56. A böyüdür A kvadratı şərtini deyən Böyükdür yoxsa kiçikdir? böyüdür. A böyükdür. A A kvadratı kvadratı. şərtini deyən Allah üçün. Ha. A kvadratı üstə gələ 2A üstə gələ 3 ifadəsini tam Üstə gəl 2A, qiymətləndirən üstə gəl nə? 3. Ha. ifadəsinin tam qiymətləndirən cəmini tapın. Yenə də tam qiymətləri cəmini soruşur. A kvadratı çıx A kiçikdir nədir? Bu sıfırdır da. Düzdür. Bayaqki kimi. A vurulsun çıx 1 kiçik nədən sıfırdan. A daxildir hansı aralığa? Sıfırdan bunlara kimi 1'ə kimi. Yəni 0 kiçikdir A'dan, bu da kiçikdir nədən? 1'dən. Məsələn 2-dədir, məsələn 3-dədir, 0-dan 1 arasında sonsuz sayda ədəd deyək. A bu intervala daxildirsə, A'nın kvadrat hansı intervala daxil olar? 2-dərin kvadrat nə edir? 4-dədir. 8-dərin kvadrat necə edir? 64-dədir. Yəni A 0-1 intervalına daxil olduğundan görə A'nın kvadratı da elə 0-1 intervalına nədir? Daxil olacaqdır. Düzdürmü? Hətta məsəl üçün A burada A kvadratın 0-1 intervalına daxildir. Nəysə, bu bizim üçün maraqlı deyil artıq. Bildik ki, A kvadrat hansı intervala daxildir. Burada 2A var. Bunu tərəf-tərəfdən 2'ye vursa, o zaman 0 kiçikdir 2A, bu da kiçikdir nə olur? Tərəf-tərəfdən bunu 2'ye vurulan. Bunu tərəf-tərəfdən 2'ye vurulan. Nə elədik? 2. Hər iki tərəf müsbətdir, artıq toplaya bilərik. Toplasaq nə olacaqdır? 0 plus 2 kubu. 0 kiçikdir 2 kubu nədir? Bu A kvadratı, bu 2A. A kvadratı üstə gəlinsin 2A, bu da kiçikdir nədir? 3 olacaqdır. Düzdür. Sonra üzərindən 3 gəlsək, burada üstə gəl 3 də var. Tərəf tərəfdən 3 gəlsək, o zaman nə olacaq? 3 kiçikdir A kvadratı plus 2A, üstə gəlir 3, bu da kiçik olacaqdır. 3'ün üstünə 3 gələn olar 6'dan. Deməli, bu ifadə 3-6 intervalına daxildir. Dedik ki, bu ifadənin ala biləcək tam qiymətlərin cəmini soruşur. Hə? Hansıdır? 4'dür. Bir də ki nə? 5. Bir nədir? 9. Sonra 58. X kvadratı çıxılsın. Mötəzə 3B çıxılsın 11. 3B çıxılsın 11. Mötəzədə Bu ha. Sonra X plus Vurulsun X düz o. Vurulsun X plus 6C çıxılsın 2. 6 çıxılsın 2. Kiçik bərabərdir 0. Kiçik bərabərdir 0. Bərabərsinin həllini Hə. 2-5 parçası olması üçün 2-5 parçası olması üçün B və C parametrləri ala biləcək qiymətlərin cəmini tapın. bir bərabərsinin həlli 2-5 parçasıdır. Elə dedim. 2-5 parçası olması üçün nəyi soruşurdu? Bizim B və C parametrləri ala biləcək qiymətlərin cəmini. Bu x1'i də artıq bizim kvadratik bir funksiyadır. x1 və x2'ni nədir? Bilirik. x1 nədir? 2'dir. x2 də nədir? 5'dir. Elə deyil. O zaman yazıram buradan. x1 bərabərdir 2. x2 də nəyə bərabər sıfırlar nədir? 2 ilə 5. Düzdürmü? 2 ilə 5 bu çox ədənin sıfırlarıdır, kökləridir. Və V teoreminə görə biz yaza bilərik ki, x1 üstə gəlir x2 nəyə bərabərdir? Mənfi 5 bölü 2. Əks işarə ilə ikinci əmsal böl birinci əmsal. Olacaq nə gəlir? 3B çıxılsın nədir? 11. x1 vurulsun x2 də 6 yaza bilərik ki, üçüncü əmsal böl birinci əmsal 6C çıxılsın nədir? 2. Yaza bilərik. Bax, deyir ki, bərabərsizliyin həlli 2-5 parçasıdır. Tutaq ki, bir bərabərsizlik və kvadratın yanındakı A tutaq ki, deyirəm ki, 1'dir və bərabərsizliyin həllidir ki, 2-5 parçasıdır. Məsəl deyək ki, bu bərabərsi, kiçik bərabərsi 0. Bura müsbət, bura mənfi, bura müsbət. Belə olur, deyil mi? Bu 2 və 5 nə olur? Bu çox ədli nə olur? Kökləri olur da. Yəni x1 bərabərlə 2, x2 də bərabərlə 5 olur. Ona görə yazdım. İndi buradan qiymətləri bilirsən. 3B çıxsın 11 deməli nəyə bərabər imiş? 7-yə. 6C çıxılsın 2 də nəyə bərabər imiş? Vurursan artıq burada. Neçə edəcək? 10-a. 3B bərabərdir nəyə? 3B bərabərdir 18-ə. 6C də bərabərdir nəyə? 12-yə. B bərabərdir 6-yə. C də bərabərdir 2. Bunların cəmini soruşuyoruz. 8. Sonra 60. 60 oku görək. A parametrinin az qiymətində mötərizədə x plus Mötərizədə bəli,
x plus Yenidən bir dənə mötərizə 2a kvadratı plus 5. 2a kvadratı plus 5 2 dənə mötərizə bağlayın. Sonra yenə mötərizə vurulsun, yenə nə mötərizə. deyir? Şaşmadım. 60-cı timsah. Bir A parametrin hansı qiymətində bu bərabərsin həllidir. Hə. Yaxşı. X çıxılsın. Mötərizə vurulsun, mötərizə 2a kvadratı plus 7. 2a kvadratı plus 7. 2 dənə mötərizə ilə bağlayırıq. Hə. Kiçik bərabərlik sıfırdan. Hə. Həlli mənfi modulda mənfi a kvadrat, Bu mənfi bərabərsin bir həlli. Bəli. X daxildir. Nə yazılır burada? a kvadrat. Mənfi. Yəni bu parçaya daxildir da. Bir X daxildir, bax bura. Mənfi nədir? A kvadratı. Plus 8-ə çıxan. 8-ə çıxmır. Nöqtəli verdik. O birisi A kvadratı plus 9-a çıxmamış. A kvadratı plus 9-a Çıxmamış. çıx 15. 15 11. 11. Bəli. 11. Peki bərabərsin həlli bu parçaya daxildir. A-nın hansı qiymətləri? Düzdürmü? Məsələn bir sizə nümunə deyirəm. Hələ bunu həll eləməmişdən qabaq. Bu fərz edək ki, bu bərabərsin deyil. Bir nümunə deyək. Necə yazarıq buna uyğun bir nümunə? Mən bax deyirəm ki, x daxildir. Deyirəm ki, x daxildir. Məsələn, mənfi 4 3 parçası. Hə? Bir nümunə deyirəm də. O zaman biz bunu yazanda necə yazarıq? X plus 4 hə? Burası nə olur? X çıxılsın 3 kiçik bərabər 0 şəklində olur da. Elə deyilmi? Yəni biz ümumiyyətlə funksiyanı və yaxud çox qurğulara ayırandan sonra kvadratik bir funksiyanı qurğulara ayırandan sonra fx bərabərdir. Bu kvadratik funksiyanı qurğulara ayırandan nə tələb edir? A vurulsun, x çıxılsın x1, x çıxılsın nədir? x2-dir də. Elə deyilmi? Bunda x1 və x2-ləri verilir. Daha. Burada qurğulara ayrılmış versiyası verilir. Burada da x1 və x2-lər göstərilir. Burada üstəgəl görürsünüz, burada çıx. Üstəgəl nə zaman olur ki? Bax, birinci mənfi kökü yazanda, mənfi 4 olanda, mənfi nə olur? Müsbət olur. Burada üstəgəl müsbət olduğuna görə çıx yazılır. Niyə? Çünki düsturda necədir? A vur, x çıx x1, x çıx x2. Hə, x-dən x1-i çıxanda, mənfi 4-ü çıxanda üstəgəl ona görə olur. Müsbət olduğuna görə olduğu kimi çıx qalır. Deməli, burada da bir mənfi işarə var da. Mənfi-mənfidə üstəgəl olur. Aydın oldu. Bunu göstərmək üçün göstərdim. Hə, şimdi bunu sevirik. Deməli, nəyi demək istədim? Bax, burada yəni bir mənfi işarə var. 2a kvadratı üstə gəlir 5. Bərabərdir nəyə? Bax buna. Mənfi a kvadratı üstə gəlir 8a çıxılsı nədir? 10-a. O birisi də ki, müsbətdir. Dəki olduğu kimi də çıx qalır. Yəni ki, 2a kvadratı üstə gəlir 7 də bərabərdir nəyə? A kvadratı üstə gəlir 9a çıxılsın 11-ə. Və bunların ortaq A-larını tapmalıyıq. A-nı tapmalıyıq. Ortaq A. Başa düşdür? Mənfilər o şimdi yox oldu. Hamısını bir tərəfə keçirəndə burada A kvadratı çıx 8A olur. Hə? Mənfi 10-da o tərəfə keçirəndə müsbət olur. Üstə gəlincə 15 bərabərdir 0 olur. Bunu da bir tərəfə keçirəndə A kvadratı çıx 9A. Bunu da bu tərəfə keçirəndə neçədir? 18 edir. Hə? Bərabərdir 0. İndi bir terimlə tapsaq şifayət. Hasili 15 cəmidəki 8. A1 bərabərdir 3. A2 nəyə bərabərdir? 5. Hasili 18 cəmidəki 9. A1 bərabərdir 3. A2 nəyə bərabərdir? 6. Ortaq A nə oldu? 3. Cavab nə olacaq? A bərabərdir neçə? 3. Yazın. Hə, 62. X kvadratı çıxılsın kx. X kvadratı Çıxılsın kx. Üstə gələk m. Böyüdür 0. Bərabərsin həllər çoxluğu. Mənfi sonsuzluqdan 2. X daxildir. Mənfi sonsuzluqdan 2-yə kimi Sonra birləşir. birləşir 6 ilə müsbət sonsuzluğa. Belədir. Bəli. Bax, belə ənə toxumda da göstərək. Bax, bura müsbət, bura mənfi, burada müsbət. Bərabərsin həllərin çoxluğu deyir ki, bax, bu intervaldır.
Burada da yazırlar. Sonra x böyüdür k, x kiçikdir m. X böyükdür K, X kiçikdir Sistem olur. M. Bunun kəsişməsini get tap. Tam ələn zəmin. Tam ədəri cəmi. Qalır. Bax, bayaq bir dənə nümunə göstərdim sizə. Həmin o 2 və 6, bax 2 və 6 bu çox həddinin nəyidir? Kökləridir. Sıfırlarıdır. Gözlər də 9-da qeyd eləmişik. Və hazırda bizə verir bir kvadratik funksiya, intervalda verir. Ədəd alımını da göstərmişəm. Bu 2 və 6 bunun x1 və x2-sidir. Kvadratik bir funksiyadır da. x1 və x2 bərabər. Düzdürmü? x1 2-dir, elə bir x2 neçədir? 6. x1 bərabərdir 2, x2 də neçədir? 6-dır. O zaman vektörünə görə biz yaza bilirik ki x1 üstə gəlir x2 bərabərdir. Əks çarələ ikinci əmsal böl birinci əmsal, yəni müsbət k. x1 vurulsun x2 də bərabər olacaqdır. Üçüncü əmsal böl birinci əmsal, yəni ki m olacaqdır. Sana qiymətləri verib. Daha 2 və 6. O zaman k nəyə bərabərdir? 8-ə. Elə deyilmi? M neçə olacaqdır? 12-yə. Bizə də deyir ki x böyükdür k. Yəni x böyükdür 8. X kiçikdir m. Yəni x kiçikdir 12 bərabərsinlər senin bir nəyi tapın? Tamaları. Zəmin. Tamaları cəmi. 8-dən böyük 12-dən kiçikdir də bu. 8-dən böyük 12-dən kiçik. Hansı tamalar? 9, 9, 10, bir də 11. 30. Nə edəcəkdir? Nə qədər? 30 edir. Bəli. 30. Düzdür? Bəli. Bunu soruşuruz, değil mi? Bəli. Yazın.